Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə tənəffüs sistemi haqqında danışacağıq. Deməli, tənəffüs sistemi bilirsiniz, insan oksigen olmadan, nəfəs almadan yaşaya bilməz. Tənəffüs sistemində bizim havadan oksigeni qəbul edib, karbon qazını xaric etməyimizi təmin edir. Ümumiyyətlə, biz tənəffüs sisteminə ayırırıq iki yerə. Hava aparıcı yollar və ağciyərlər. Danışaq əvvəlcə bu orqanizmdə havanın keçdiyi yol haqqında. Təbii ki, əsas tənəffüs orqanımız ağciyərlərdir. Amma hava ağciyərlərə gələnə qədər, baxın burada ağciyərləri görürsünüz, bu döş boşluğunda yerləşən orqana gələnə qədər müəyyən bir yol getməlidir. Biz bu yolu adlandırırıq hava aparıcı yol. Deməli, ardıcıllıq belədir. Burun boşluğu, burun udulaq, qırtlaq, traxeya, yəni nəfəs borusu, bronxlar, bronxiollar və alveollar. İndi biz bu hər bir hissə haqqında məlumat verəcəyik. Əvvəlcə başlayaq burun boşluğu haqqında danışmağa. Biz burnumuzla nəfəs alırıq, elə deyilmi? Bizim tənəffüs sistemimizin atmosferlə əlaqəli olan hissəsi burun boşluğudur. Burun boşluğunda çoxlu selik ifraz edən vəzilər var, hansı ki bu selik bizim burun boşluğumuzu nəmləndirir. Kirpikciklər var, hansı ki bunlar patogen mikroorqanizmləri zərərsizləşdirir. Yəni bizim orqanizmimizin müdafiə mexanizmidir bu. Buna görə mən deyirəm ki, yəni burundan nəfəs almaq lazımdır, ağızdan yox, bu funksiyonu itirməmək üçün. Həmçinin burada kapilyar damarlar var, qəbul etdiyimiz hava isinir. Deməli, burnumuzda nə baş verdi? Hava isindi, nəmləndi, həmçinin mikroorqanizmlərdən, patogen mikroorqanizmlərdən təmizləndi. Burun boşluğundan hava keçəcək burun udulağa, burun udulaqdan da qırtlağa. Burun udulaq, deməli, burun boşluğu ilə udulağın arasında yerləşir. Yəni keçicidir, sadəcə buradan heç nə demirik. Deməli, burun udulaqdan hava keçir qırtlağa. Deyəcəyik ki, baxın şəkildə görürsünüz, qırtlaq bir neçə qığırdaqdan təşkil olunub. Yəni, baxın, qığırdaq halqalardan təşkil olunmuşdur. Yenə vurğulayıram, baxın, halqa. Niyə halqa dediyimi deyəcəm. Tam halqalardır bunlar. Burada həmçinin qırtlaq qapağı yerləşir, hansı ki, biz udma akti zamanı, yəni yeməyi udanda bu bağlanır. Ona görə yemək yeyəndə danışmaq olmaz. Çünki bu zaman qırtlaq qapağı açılıb bağlanır. Həmçinin qırtlaqda bir də deyəcəksiniz, səs tellərini qırtlaqda yerləşir. Səs teli harda yerləşir? Qırtlaqda, bu qığırdaq halqaların arasında, bu tellərində arasında, deməli belə səs tellərinin də arasında səs yarığı yerləşir. Səs yarığı genəllir, daralır, sırf bu qırtlaq əzələlərinin yığılıb boşalması nəticəsində və deyirik ki, 1 saniyədə 80-10 min dəfəyə qədər titrəyir. Yəni, necə deyək, danışmağımıza səbəbdir də, yəni biz danışanda, oxuyanda bu səs yarığı daralır. İndi mən sizə bunu bir dənə izah eləyim. Biz danışırıqsa, bu səs telləri bir-birinə yaxınlaşır. Susanda baxın, bu şəkildəki kimi ayrı olur. Danışıramsa səs telləri yaxınlaşır, susanda bir-birindən uzaqlaşır. İndi burada lap yaxın göstərir bizə səs tellərini. Necə? Baxın, belə yadınızda saxlayın. O ki, qışqırırıq, səs tellərimiz tutulur, yəni o bir-birinə çox sürtündüyü üçün tutulur da. Buradan yadınızda saxlayın ki, demək danışanda səs telləri bir-birinə yaxınlaşır. Bir də ki, testdə məsələn soruşur ki, nə vaxt bərabər tərəfli üçbucaq halını alır? Gördüyünüz kimi susanda heç nə. Səs telləri bir-birindən aralı bənzəyir bərabər tərəfli üçbucağa. Deməli, səs telləri qadında qısadır, kişidə isə daha uzundur. Qadınların səsi daha incədir, kişilərin səsi daha qalındır. Biz buradan, bir də zillik məsələsi var. Qadınların səsi daha zildir də, belə. Deməli, uzunluqla zil demək ki, tərs mütənasib asıdır. Qadında səs teli qısadır, amma daha zili uzundur. Bu şəkildə yadınızda saxlaya bilərsiniz. Deməli, hava bu qırtlaqdan da keçir nəfəs borusuna, başqa sözlə traxeya. İndi diqqət edin. Nəfəs borusu, yəni traxeya isə qığırdaq yarım halqalardan ibarətdir. Baxın, üst-üstə belə qığırdaq yarım halqalar birləşərək əmələ gətirib nəfəs borusunu, traxeyanı. Amma baxın, yarım halqa. Mən qırtlaqda nə dedim?
qırtlaq, qığırdaq halqalardan təşkil olunub, yəni bütöv halqa. Amma traxeya təşkil olunub qığırdaq, yarım halqalardan. Yarım halqalardan. Yəni ki, bunun təkcə qabağı qığırdaqdır, arxası əzələlidir. Sonra bu nəfəs borusunda var silik və kirpiklər, hansı ki, bunlar havadakı zərərli maddələri tuta bilirlər. Deməli, bu da deməli müdafiə funksiyasıdır. Sonra keçdik bronxlara. Mən deyirəm ki, bronxlar nəfəs borusunun davamıdır. Deməli, sağ və sol ağciyərin içərisinə gördüyünüz kimi belə daxil olurlar. Sonra bronxlar şaxələnir bronxiyollara. Bronxiyolların da uclarında alveollar olur. Baxın, gəldik bu uc hissələrdəki alveollardan danışmağa. Əsas məsələ. Baxın, bizim tənəffüs sistemində əsas qəhrəmanımız bu alveollardır. Başqa sözlə hava qovluqçuqları. Çünki bu alveolar, belə deyək də, əsas məsələ burada gedir. Qanımıza keçən hissə buradır. Deməli, qazlar mübadiləsi baş verir. Deməli, alveollarda sayı 700 milyondur. Baxın, burada bildirmişəm. Deməli, tək qatlı epitelidən təşkil olunub və görürsünüz ki, ətrafı bax belə sıx kapillər damarlarla zəngindir. Yəni, burada çoxlu qan damarları var. Niyə? Gəlin, məntiqlə fikirləşək. Burada damar olmalıdır ki, damarla alveol arasında qazlar mübadiləsi baş versin. Baxın, bu damardan alveola deməli keçsin karbon qazı, buradan da damara keçsin oksigen. Yəni alveol bizə oksigen versin, karbon qazını bizdən alsın. Budur mübadilə. Yəni nəyisə verir, qarşılığında nəsə alır və bu baş verir alveollarda. Bu şəkildə daha yaxşı görürük. Baxın, qazlar mübadiləsini. Mən burada görürəm, deməli qan damarını. Baxın, burada içərisində görürsünüz eritrositlər hərəkət edir. Bu da alveoldur. Nə baş verir? Bu qan damarından alveola daxil olacaq karbon qazı, əvəzində alveol qan damarına verəcək oksigen. Burada da yazmışam, oksigen alveol divarından kapillər qan damarlara keçir. Yəni çöldən gəldi oksigen, alveoldan da keçir qanıma. Karbon qazı da hansı ki bədənimdə toplanmışdı böyük qan dövranı nəticəsində, bu verildi alveolların divarına. Deməli, diafraqmanın tənəffüs sistemində çox mühüm rolu var. Bilirsiniz, diafraqma əzələli bir orqandır. Deməli, harda yerləşir? Döş boşluğunun altında, yəni döş və qarın boşluqlarını bir-birindən ayırır. Baxın, bu şəkildə gördüyünüz orqandır diafraqma. Baxın, bu. Və niyə tənəffüs prosesində bunun adını çəkirik? Çünki bu diafraqma əzələləri tənəffüs prosesində çox mühüm rol oynayır. Həmçinin qabırğa arası əzələlərində biz adını çəkəcəyik. İndi birazdan baxacağıq. Ağciyərlər haqqında danışmaq istəyirəm sizə. Dediyim kimi, əsas orqanımız oldu ağciyərlər. Harada yerləşirlər? Döş boşluğunda. Döş boşluğu ürəklə bir yerdə bizim bu döş boşluğumuzu tamam doldurur deyirik. Necə quruluşdadır? Bu süngərə bənzər bir orqandır. Döş boşluğunda yerləşir. Yanınızda saxlayırsınız. Sol ağciyər 2 paylıdır, sağ 3 paylıdır. Bunu ürəyə görə deyəcəksiniz. Və yaxud da belə yadınızda saxlayın. Solda 2, sağda 3. 23 yazanda əvvəl 2 gəlir, sonra 3 gəlir də. Demək, sol ağciyər 2 paylıdır, sağ ağciyər 3 paylıdır. Deməli, ağciyər özü örtülüb ağciyər plevrası ilə birləşdirici toxumadan əmələ gəlib bu plevra. Sanki bu bunun örtüyüdür. Təkrar edirəm. Ağciyərlərin üzəri birləşdirici toxumadan əmələ gəlmiş ağciyər plevrası ilə örtülüdür. Gəlin belə bir çəkək başa düşmək üçün. Deməli, bunun adı nə oldu? Plevra. İndi bu ağciyərlər döş boşluğunda yerləşir axı. Bunun da içəri hissəsində divaryanı plevra var. Yəni döş boşluğun içərisindədir. Görürsünüz ki, bax burada plevra, burada plevra. Bax burada bu hissədə deyirik iki plevra arasında qətiyyən hava olmur. Olmamalıdır. Testlərdə düşür bu. Əgər olarsa bu, yəni plevra zədələnərsə burada hava ola bilər. Bu da təngnəfəsliyə səbəb ola bilər. Tənəffüsümüz sinir və humoral yolla tənzimlənir. Tənəffüs hərəkətlərimizin mərkəzi uzun sol beyindədir. İradə hərəkətlərimizdə həmçinin böyük
böyük yarımkürələr qabığı ilə tənzimlənir. 1 dəqiqədə biz deyəcəyik ki, 16, baxın, tam 16 tənəffüs hərəkəti edirik. Bir tənəffüs hərəkəti, yəni tənəffüs sikli, bir nəfəs alma, bir nəfəs vermə prosesindən ibarətdir. Və diqqət! Qazlar mübadiləsi yalnız və yalnız nəfəs alma zamanı baş verir. Yalnız nəfəs alma zamanı. Çünki biz nəfəs alanda bizə oksigen gəlir də ki, mən qazlar mübadiləsi gedə bilsin. Qazlar mübadiləsi yalnız baş verir nəfəs alma zamanı. İndi gəlin baxaq görək nəfəs alma zamanı bu tənəffüs sistemi orqanlarında hansı dəyişikliklər baş verir. Baxın, bu şəklin üzərindən də göstərəcəm, amma tövsiyə edirəm ki, bunu praktika eləyəsiniz öz üzərinizdə. Nəfəs alın. Görürsünüz, əzələləriniz yığıldı. Hansı əzələlər? Qabırğa arası əzələlər və diafraqma əzələləri. Əksinə, nəfəs verdim. Qabırğa arası əzələlər də, diafraqma əzələlər də boşaldı. Deməli, nəfəs alma zamanı asan hissələrini deyim. Nəfəs alıramsa, ağciyərlərimə hava dolur. Həmçinin bunu praktikada edin. Ağciyərlərimin həcmi artdı. Döş boşluğum da genişləndi. Ağciyərimin həcmi artdısa, döş boşluğumu da bu genişləndirəcək. Əksinə, nəfəs vermə zamanı isə ağciyərimin həcmi azaldı, ağciyərimdəki hava çıxdı. Döş boşluğu isə daraldı. İndi əgər nəfəs alma zamanı həcm artıbsa, təzyiq nə edəcək? Azalacaq. Yəni, ağciyərdəki təzyiq az olacaq. Əksinə, burada həcm kiçilir, deyəcəksiniz, təzyiq artdı. Bunu fizikadan bilin, yəni başınız çıxırsa bilərsiniz, tərs mütənasib asılılığa görə deyirik. Bir də diafraqma məsələsi var. Bir dəqiqə diafraqmanın yassılaşması və s. Diafraqma, baxın, burada görün nə vəziyyətdədir. Baxın, burada diafraqma necədir? Normalda belə bir orqandır da. Mən nəfəs alanda belə günbəz formasındadır. Mən nəfəs alanda bura ki, hava dolanda bu diafraqmanı da biraz aşağı salıb yastılaşdırır. Nəfəs alanda yenə qayıdır əvvəlki vəziyyətinə, yəni deyirəm ki, ağciyərlərə tərəf qalxır. Nəfəs alma zamanı diafraqma yastılaşır, nəfəs vermə zamanı diafraqma ağciyərlərə tərəf qalxır. Həmçinin dediyim kimi qazlar mübadiləsi yalnız nəfəs alma zamanı baş verir. Sonra burada nəfəs aldığım zaman deməli ümumiyyətlə bu necə deyim, neçə santimetr kub hava qəbul edirəm, dərindən nəfəs alanda, dərindən nəfəs verəndə necə olur? Bu rəqəmləri əzbərləməliyəm. Deməli, mən sakit halda, bax, adi, hal-hazırda da nəfəs alıram, nəfəs verirəm. Bu mənim üçün dəyişən havadır. Başqa sözlə, tənəffüs havası bərabərdir 500 santimetr kuba. Deməli, həmçinin həm sakit nəfəs alanda, həm sakit nəfəs verəndə 500 mili, yəni 500 santimetr kub olur. Dərindən nəfəs alıramsa əgər, bu tənəffüs havasından əlavə, baxın, ağzımda dedim əlavə, 1500 santimetr kub hava qəbul edirəm. Adına da deyirəm əlavə hava. Dərindən nəfəs verəndə bu udduğum hava ilə bərabər 1500 santimetr kubda hava çıxardıram. Zapas havamı, yəni ehtiyat havamı da çıxardıram, gedir. Biri də var, əlavə hava, üzr istəyirəm, 2 dəfə əlavə hava yazmışam, elə də oxuyuram. Qalıq hava. Qalıq hava ən dərindən nəfəs vermə zamanı belə ağciyərlərimizdə 1000 santimetr kub hava qalır, yəni qətiyyən xaric olmur ki, yəni insan özü bunu bilə-bilə xaric eləyə bilmir. Bu adlanır qalıq hava və bu qalıq hava bizim ağciyərlərimizi deməli müəyyən bir həcmdə saxlayır. Mən bu qədər tutumları, bu qədər ölçünü necə hesablayıram? Spirometr vasitəsilə hesablayıram. Ağciyərlərin həyat tutumunu burada göstərdiyim spirometr cihazı ilə hesablayıram. Ağciyərin tutumu var, bir də ağciyərin orta həyat tutumu var. Ağciyərin tutumu dedikdə həm tənəffüs, həm əlavə, həm ehtiyat havanı, əlavədə bu qalıq havanı hesablayırıq.
deyir 4500. Orta həyat tutumu deyəndə qalığı hesablamırıq. Təkcə dəyişən, yəni tənəffüs havası, əlavə hava, ehtiyat hava və salam. Gəldik burada məsələlərdə istifadə olunan hissəyə. Mənim udduğum havanın tərkibində 21%, buraxdığım havanın tərkibində isə 16% oksigen var. Mən məntiqlə bunu yadımda saxlaya bilərəm. Necə? Mən udanda təbii ki, daha çox oksigen uduram, buraxanda daha az oksigen uduram. Niyə? 21% uduram, 16% buraxıram. Niyə? Axı udduğumu başlayıram, gəzməyə gəlmir ki, oksigen mənim bədənimə, keçməlidir qanıma da, alıram mən o oksigenin müəyyən hissəsini. Deməli, 21% dedim udduğum havadadır, 16% buraxdığım havadadır. Bəs bunun fərqinə nə olur? Gəlin məntiqlə fikirləşək. Yerdə qalan bax bu 5% mənim alveollarımdan keçir qana, yəni bədənimə daxil olur. Bu deməli oksigen qeyd eləyirəm bura. Karbon qazı da udduğum havada 0,3%-dir, buraxdığım havada 4%-dir. Deməli, bəli, 4%, 0,3%. Təbii ki, buraxdığım havada daha çox karbon qazı olacaq. Bəs bunlar arasındakı fərq 4 çıxılsın 0,3 bərabərdir 3,97-yə. 3,97%. Hansı ki, bu da ki, mənim deməli, qanımdan keçib alveoluma, yəni mən bunu bədənimdən çıxardıb vermişəm, deməli, havaya ki, getsin. Baxın, 5%, 3,97% əslində yaxın rəqəmlərdir. Azotun miqdarına da baxın, azotun miqdarı azca artır. Burada 78,3-dür, burada 78,7-dir. Təsirsiz qazlarda həmçinin 1%. Test var bununla bağlı, azotu soruşur. Deməli, azotu soruşur, qrafikdə də göstərir. Baxın, belə bir şey də, yəni bircə damcı artır. Bunu nəzərinizdə saxlayın. Çox az miqdarda artır. Deməli, bitiririk artıq. Tənəffüs sistemi xəstəlikləri haqqında danışırıq. Angina badamcıqların iltihabıdır. Yüksək hərarət olur və badamcıqlarda qızartı olur, üstündə ağ nöqtələr olur. Həmçinin limfa düyünlərində şişlər və ağrılar olur. Bu adları yaxın olanları əzbərləyirəm. Laringit, faringit. Laringit qırtlağın, faringit isə burunla qırtlaq arasında qalan hissənin iltihabıdır. Laringitdə əgər qırtlağım iltihablaşıbsa, deyirəm ki, bax, boğaz hissəm yanacaq, göynəyəcək, qırtlaqda səs telləri yoxdurmu, səsim dəyişəcək, ağrı verən bir öskürəyim olacaq, belə. Faringitdə daha çox uşaqlarda olur. Burundan sel yaxır, şiddətli quru, sonra şiddətli öskürək olur və böyüklər tutsa yox, uşaqlarda temperatur yüksəlir. Vərəm yəqin ki, haqqında eşitmişik, ağciyərləri zədələyən, çox həyati təhlükəsi olan bir xəstəlikdir. Çox uzun müddət davam edən öskürək olur. Ya rəngsiz və yaxud daha çox qanlı bəlğəm olur, xəstə arıqlayır, iştahı itir və s. Deməli, renit burnun iltihabıdır. Əvvəlcə açıq sarı, sonra bir yaşıl selik axır. Bronxit isə bronxların və bronxiolların iltihabıdır. Bu zaman xırıltılı nəfəs alma olur. Deməli, temperatur yüksəlir və öskürən zaman döş nahiyəsində ağrı olur. Deməli, bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı olar. Baxın, bir də bu hissədə məsələlərdə istifadə eləmək üçün mən faizlə vermişəm də, məsələn 5%, 3,91% və yaxud 21%. Bunu santimetr kuba çevirmək istəyəndə həmişə 5-ə vurarsınız. Niyə? Çünki mənim tənəffüs havamdakı 500 santimetr kub 100%-ə bərabərdir. Deməli, 1%-də 5 santimetr kub olur da, 1%-i budur. Ona görə mən faizi santimetr kuba çevirəndə 5-ə vururam. Yəni, udduğum havada 105 santimetr kub oksigen, buraxdığım havada 80. Bu şəkildə hesablaya bilərsiniz hamısını. Və salam, ümid edirəm ki, faydalı olar. Videonu dostlarınızla bölüşməyi, şərh yazmağı, kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.